Bugün biz xiyardan su pişirəcəyik. Bax, budur. Tək xiyar ilə belə salatlıqda yeyilmir. Yəni, onu bilin ki, xiyar həm də su pişirirlər. Hər cürə suplar pişirirlər. Hətta xiyarı qızardırlar. Bunun üçün soğandır, kökdür, qırmızı biber, acı biber yarısından istifadə edəcəyik. Bir də xiyarı doğrayacağıq. Soğanla bir yerdə qovuracağıq və onu supunu pişirəcəyik. Mən quyruqdan istifadə edirəm. Yəni, 100 qram quyruğu kəsirəm, onu əridirəm, soğanı əlavə edirəm. Yəni, çox ətə fikir vermirəm. Çünki mal ətləri insanlarda xərçəng xəstəliyi əmələ gətirir. O qədər onlara iynə vururlar ki, onlar şişir, kökəlir, suyunu sürətlə şişirdirlər. Biz də onları yeyirik və xərçəng xəstəliyi də ki, əmələ gəlir. Özünüz də görürsünüz ki, xərçəng xəstəliyi nə qədər çoxalıbdır. Hər yerdə kimi dindirirsən, deyir, xərçəng xəstəliyi vardır. Ona görə də ətdən uzaq durun. Lobudan, noxuddan, bax, belə bir şeylərdən çox istifadə eləmək lazımdır. Mən ona görə quyruqdan istifadə edirəm ki, marketdə satılan 26 manata, 25 manata yağları tərkibində hamısında palma var. Palmada ürək-damar sistemlərində tıxaclar əmələ gətirir və insanlar ürək xəstəliyindən məhv olub gedirlər. Ona verdiyim o 26 manatı, o 25 manatı verirəm 20 manat 1 kilo quyruq alıram və ondan da istifadə edirəm. Çox gözəl, çox elə ləzzətli. Ona görə ki, quyruğun tərkibində D vitamini çoxdur. Quyruq 36 dərəcə temperaturada əriməyə başlayır və ona görə də insanların damarlarında, qan damarlarında tıxaclar əmələ gətirmir. Həmişə bizi alladıblar ki, quyruq quzu yeməyin, qoyun yeməyin, davleniyaz qalxar, çox səhv ediblər və bizi alladıblar. Çox da yalan danışıblar. 5 dəqiqə bunu yağda tovlayandan sonra, yəni qızardandan sonra biz xiyarı əlavə edirik. Bax, budur, xiyarı belə. Bunu ortadan da bölə bilərsiniz. Yəni, bu dilimləri ortadan da bölə bilərsiniz. Aha, görürsünüz, bax. Qazanda hazır vəziyyətdədir. Qırmızı biberdən geniş sürətdə istifadə edin. Onun sokunu da çəkin. Dünyada birinci yerdə durur qırmızı biberin sokunu içmək. Əgərsə imkanınız vardırsa, alın. Və hər gün, heç olmasa 10 gün bir stəkan qırmızı biberin sokunu çəkin için. Mən indi bu supa qırmızı biber da vuracağım. Görürsünüz, xeylək doğramışam. Və eynilə də acı biber. Acı çox zəhərli olduğuna görə, çox acı olduğuna görə mən onun bir acı hissəsini vuracağım ki, sonra problem yaratmasın. Sonra da pomidorlardan istifadə edəcəyim. Hələ ki, işimiz davam edir. Göstərəcəyim necə pişirmək lazımdır. Əgər sizdə sümük suyu vardırsa, görürsünüz, baxın. Bax, sümük suyundan əlavə edirik acana. Həm bu sümük suyu bağırsaqda tez həll olan bir şeydir, həm də bağırsaqda olan o məməciklər bu sümük suyun tərkibində olan bütün nə qədər vitaminlər var, tez sorurlar. O da ki, salamat mal. Yəni ki, öz malınız, öz həyətdə heyvanınız varsa kəsəndə onun sümüklərini təmizləyin, qaynadın və onun suyunu çıxardın. Qoyun xaladenika beləncə bir jele əmələ gələcəkdir. Bəli, hər şey vuruldu. Pomidoru, xiyarı, kök, soğan, qırmızı biber, hamısı burada hazır vəziyyətdədir. Birazcana 5 dəqiqədə bunu burada pişirəcəyik, qızardacağıq və üstünə əlavə su edəcəyik. Bəli, suyunu tökdük. Gözləyəcəyik ki, qaynasın. İstotunu da atdıq. Bir 3-4 dənə də, 3 dənə də öz, yəni ki, istədiyiniz qədər dəfnə yarpağı da əlavə edə bilərsiniz. Yəni, lavrovilis və qapağı qoyuruq ağzına qaynamağa başlasın. Bəli, supumuzun suyu qaynadı. Birinci bu qədər yerimizdən əlavə etdik. Bu qədər də kartof əlavə edirik. Və ağzını örtürük. Qalsın qaynamağa, yəni pişməyə. Bəli, supumuz qaynayır. Bax, xiyarları da görürsünüz, üstədir. Atmışıq makaron, kartoşkasını da atmışıq. Nəyi qaldı? Qaldı sarımsağı ilə petruşkası, yəni zəfərisi. Aha, atırıq. Belə. Atandan sonra ağzını örtürük. Bir
5-cə dəqiqədə qaynasın, ya da ki 3 dəqiqə götürək. Bəli, supumuz hazırdır. Bax, hər şey necə gözəl görsənir. Mən bu xiyarları ortadan bölmədim ona görə ki, siz dəqiq görəsiniz ki, doğrudan da bu mən dediyim xiyardır da, yəni ki, doğrayıb bura əlavə eləmişəm. Bunları əslində qalsa mən ortadan 2 yerə bölüb ora əlavə edirəm və qızardıram. Bax görün, dadına baxın. Əgər siz gedib restoranda belə bir sup yesəniz, 5-6 manat pul verəcəksiniz bir qabına. Evdə pişirin, yeyin, nuşucan olsun. Çəkinməyin, 100% garanti verirəm. Çox böyük bir xeyri vardır. 100% garanti verirəm. Pişirin və yeyin. Sağ olun.